Başlayaq. Deməli, informatikanın ümumiyyətcə termin olaraq ilk dəfə istifadə edilməsi 1957-ci ildən başlayıbdır. Alman alimi Karl Steinbuch tərəfindən informatika sözü istifadə olunub. 1962-ci ildə də artıq fransız dilinə də tərcümə edilibdir Philip Dreyfus tərəfindən. Hər iki sözün də edən mənası məhz informatika termininə gəlib çıxır ki, informatika sözü iki sözün birləşməsindən əmələ gəlibdir. Bir informasiya, bir də avtomatika. Yəni, avtomatik olaraq öyrənəcəyimiz elm sahəsi, avtomatik iş anlamını vermiş olur. Ümumiyyətcə, kompüterin özü hansı elmdir desəz, daha doğrusu informatika hansı elmdir desəz, kompüter öyrənən, kompüter haqqında anlayış verən əsas terminlərimizdən biridir. Daha sonra biz bayaqları qeyd etmişdik, yenidən təkrar edək. İnformatikada 3 dənə terminimiz var. Bu terminlərdən biri veriləndir, ikinci terminimiz informasiyadır və üçüncü terminimiz bilikdir. Bunlar arasında fərq nədən ibarətdir? Baxın, biri var, mən sizə deyirəm ki, 11.05.25. Siz buradan hər hansısa bir məlumat əldə edə bilirsiniz. Əgər nöqtə ilə vermişəmsə, bəli, məlumat əldə edərsiniz. Deyirsiniz ki, bu hər hansısa bir tarixi bildirir. Yəni, bu sizin əldə edəcəyiniz bir informasiyanın əsas göstəricisidir. İnformasiyanı bildirmiş olur. İkinci olaraq, bu nə zaman verilən ola bilər? Sadəcə rəqəmlər görsəz. Bax, tutaq ki, belə rəqəmlər görürsünüz. Ancaq birlərdən ibarət rəqəmlərdir. Bu, verilən anlayışını ifadə edir. Sadəcə məlumat veriləndir, amma heç bir mənası yoxdur. Mənası olmayanlara verilən, mənası olan informasiya isə biz deyəcəyik ki, bu informasiyanın özüdür. Bir də var bilik anlayışı. Bilik anlayışı nəyi bildirir? Tutaq ki, belə bir şey deyirəm. 18.02.2000. İndi burada sizə belə bir məlumat çatır. Bu şəxs, hər hansı bir şəxsin doğum tarixini mən bura qeyd etmişəm. Və qeyd etdiyim şəxsin doğum tarixi 2000-ci ildə anadan olubdur. Fevral ayının 18-də. Əgər şəxs 2000-ci ildə anadan olubsa, deməli bu şəxs 18 yaşının yaşı yüksəkdir. Hər hansısa bir seçkilərdə iştirak etmə hüququna malikdir. Yəni siz artıq əldə etdiyiniz informasiyadan da başqa bir informasiya əldə edirsiniz. Başqa bir informasiya, daha böyük informasiya çevirə bilirsiniz. Yəni ən üst səviyyə biz artıq deyirik ki, bu bilik səviyyəsidir. Hər hansı bir tarix verilibsə, informasiyanın özüdür, mənası olan veriləndir. Əldə etdiyimiz tarixdən başqa bir nəticə əldə edə biliriksə, yəni bu tarix nəyi bildirir? Bu tarix nəyi bu günü veriblər? Bu artıq çevrilir olur biliyə. Bunu başqa kitab üzərindən də sizə izah edəsəm, biri vardır ki, hər hansı bir kitabı tanımadığınız, bilmədiyiniz bir kitabda açırsınız, ilkin olaraq oxuyursunuz. Orada oxuduğunuz yazıları görürsünüz, nə bilim, mətnə tanış olursunuz, sxem vardırsa və ya cədvəl vardırsa, şəkil vardırsa, onlarla tanış olursunuz ilkin olaraq. Bu olur verilən. Amma oturub onu, kitabı təkrar oxusanız, artıq siz orada görmədiyiniz cümlələri, nə bilim, rastlaşmadığınız ifadələrlə rastlaşarsınız. Bu artıq olur informasiya. Oxuduğun kitabı təkrarən 3 və daha artıq oxuyub, onu əzbərləmək məqsədi üçün oxuyursansa, bu artıq çevrilib olur biliyə. Yəni, bu üç termin arasında əsas fərq bunu bildirir. Növbəti danışmışdıq informasiyanın növləri haqqında. Yadda saxlayın ki, informasiyanın 5 dənə demişdim növ var. Görmə, səs, dad, qoxu, taktil. Görmə o idi ki, biz 80-90% informasiyanı məhz gözümüz vasitəsilə almış oluruq. Ətrafda baş verən hadisələri və yaxud da ola bilər ki, hər hansısa kompüterdəmi və yaxud da jurnaldamı bir məlumat əldə etməliyik. Haradasa 80-90% məlumatı biz gözümüz vasitəsilə əldə etmiş oluruq. İkinci var səs informasiyası, yəni qulağımız vasitəsilə aldığımız məlumatlar səs informasiyasıdır. Haradasa 8-9% məlumatı biz daha doğrusu qulağımızdan alırıq. Yerdə qalan 1% isə ya
dadına baxaraq, ya qoxusunu alaraq, ya da toxunaraq ala bilirik. Hər hansısa bir meyvənin dadına baxırıqsa, bu dad informasiyasıdır. İyləyiriksə, qoxu informasiyasıdır. Toxuna biliriksə, bu meyvə sərtdirmi, yumşaqdırmı? Bu artıq dəri vasitəsilə aldığımız informasiyadır ki, bu informasiyanın adına da taktil informasiya olaraq adlandırmış oluruq. Dedik ki, informasiyanın 5 növü var idi. Tamlıq, obyektivlik, etibarlıq, anlaşıqlıq, aktuallıq. Tamlıq o idi ki, bir informasiya haqqında tam, dəqiq məlumat verirdik. Misal, bayaqları dedim. Dedim ki, tutaq biz Nizami rayonunda yaşayırıq. Nizami rayonunun hansı küçəsi, hansı qəsəbəsi və yaxud da binanın adı nədir, mənzilin adı nədir, tam ətraflı məlumat verirəmsə, bu olur tamlıq xassəsi. Yox, yarımçıq deyirəm ki, ay kuryer, mənə yemək gətir, mən sadəcə Nizami rayonunda yaşayıram və yaxud da Bakı şəhərində yaşayıram. Bunda artıq kuryer bilmir axı, hansı ünvana bu məhsul çatacaqdır. Bu olur natamam informasiya. İkinci olaraq var da obyektivlik. Obyektivlik insanın fikrindən, düşüncəsindən asılı olmayan informasiya deyilir. Yəni sən qarşı tərəfini tutaq dedim, bayaq misalda demişdim ki, yaşını müəyyənləşdirmək istəyirsən, təxminlərvi edirsən, bu sənin öz subyektiv fikrindir. Obyektiv o zaman ola bilər ki, həqiqətən də həmin şəxsin açıb şəxsiyyət vəsiqəsinə baxıb təsdiqləyirsən ki, bu filan yaşdadır. Həqiqətən də bu şəxsin yaşı, nə bilim, 13-dür, 14-dür, bunu müəyyənləşdiririk. Etibarlıq o deməkdir ki, biz əldə etdiyimiz informasiya rəsmi mənbədəndirsə etibarlıdır, qeyri-rəsmi mənbədəndirsə, hər hansı bir şəxsin Instagram, Facebook hesabından öyrənmişiksə, bu etibarlı deyil. Anlaşıqlıq odur ki, hər kəsin başa düşdüyü dildə danışasan. Aktuallıq da odur ki, cari zamana uyğun olsun. Yəni, bu dəqiqə, bu saata uyğun olan informasiyanı bildirirdi. Cari zaman da demişdik nədir? Biri vardı ki, 5 gün öncəki hava proqnozuna baxaraq bugün hər hansı bir qərar qəbul edəsən. Bir də var, bu günə olan hava proqnozuna əsasən qərar qəbul edəsən. Təbii ki, bugünkü lazımdır bizə. Cari zamanda bunu bildirir. Bayaqları deməmişdik, informasiyanın təqdim edilmə formaları. Bu nə işə yarayar? Yəni, biz informasiyanı hansı formalarda ala bilirik? Baxın, vardır, məsələn, rəqəmlərə baxaraq almağımız və yaxud da mətnə baxaraq informasiya əldə edirik, şəkil üzərindən, qrafik üzərindən, səslə, video ilə, yəni bunu bildirir. İnformasiyanın təqdim edilmə forması odur ki, əgər rəqəmlərlə informasiya əldə edirsə, ədədi informasiyadır. Sırf simvollarla, yəni mətn formatında əldə edirsə, mətn informasiyasıdır. Şəkillər, sxemlər verilibsə, qrafik informasiyadır. Səs vasitəsilə aldığımız səs informasiyası, bir də video, görüntü vasitəsilə ala bilərik ki, buna da video informasiyası olaraq adlandırılmış olur. Bu belə. Bir də danışdıq informasiyanın iki təqdim edilmə formasına. İki təqdim edilmə forması, biri rəqəmsal idi, biri də analoq idi. Analoqa demişdik ki, kəsilməzdir. İnsanlar arasında olan informasiyaların heç biri kəsilmir. Rahatca biz bir-birimizə məlumat ötürə bilirik. Amma kompüter tərəfindən ötürülən məlumatlar kəsiləndir. Ola bilər ki, kompüterin zayıfqası bitir və yaxud da kompüter donubdur. Bu zaman məlumatlar kəsilə bilir. Bu artıq oldu rəqəmsal və yaxud da diskret informasiya. 4 dənə də informasiyanın prosesi var idi ki, informasiyanın qəbulu, emalı, saxlanması, ötürülməsi. İnsanlar informasiyanı oxuyaraq və yaxud da dinləyərək qəbul edə bilirlər. Bunun üzərində emal prosesi o zaman gedər ki, bütün məlumatın hamısını oxumayacaq ki, ona vacib olan hissələri seçib oxuyacaq, çeşidləyib oxuyacaq. Bu informasiyanın emalıdır. Yaddaşlarında saxlayırlar ki, buna saxlanma deyilir. Bir də növbəti dəfə qarşı tərəfə öyrəndiyi məlumatı çatdıracaq ki, buna da informasiyanın ötürülməsi deyilir. İnformasiyanı biz hansı qurğular vasitəsilə ötürə bilərik və yaxud da yadda saxlaya bilərik. Yəni, yadda saxlamadan danışaq, yadda saxlaya bilərik xarici yaddaş qurğularına. Məsələn, bizim xarici yaddaş qurğularımız CD var, DVD var. Bundan əlavə olaraq HDD-miz var, FTD-miz var, kasetlərimiz var. Bunlar hamısı informasiya daşıyıcılarıdır. Eyni zamanda da informasiyanı saxlamaqdan yana istifadə edəcəyimiz vasitələrdir. Daha sonra flaşlarımız var ki, flaş kartlar, flaş yaddaşlar və yaxud da
DVD özü, CD-nin özü də iki hissəyə bölünür. Bax, məsələn, CD üzərindən izah edeyim, daha rahat başa düşəsiniz. Bir CD-R var, bir də CD-RW var. Yəni, CD diskini ancaq oxutmaq istəyiriksə CD-R-dən, təkrarən yazıb silmək istəyiriksə CD-RV-dən istifadə olunmuş olur. Eyni qayda DVD-yə də keçərlidir ki, hər ikisi də demək olar ki, informasiyanı saxlamaqdan yana istifadə edəcəyimiz vasitələrdir. Biz bayaqlar dedik ki, informasiyanın mənbəyi var, qəbul edicisi var, rabitə kanalı var. Mənbə odur ki, mən hal-hazırda danışıram, siz bu məlumatları qəbul edən şəxslərsiniz. Danışan şəxs kimdirsə, informasiya mənbəyi o hesab edilir. Alan şəxs, yəni paylaşılan məlumatı öyrənən şəxs isə informasiyanı qəbul edən şəxs olaraq adlanır. Arada da vasitə, yəni hal-hazırda tutaq telefondan istifadə edərək mən sizə bu məlumatları ötürürəm. Bu ortadakı vasitədir. Vasitəyə də biz rabitə kanalı olaraq adlandırmış oluruq. Bu belə. İndi gəldik, bir-iki dənə də testimizə baxaq. Məsələn, kimlə? Hədicə ilə başlayaq. Hədicə, birinci sualı oxu. İnformatika və informasiya. Eldar əlindəki almanın qırmızı yumuşaq olduğunu dedi. O meyvədən hansı növ informasiya aldı? Müəllimə ilk öncə vizualı aldı. Çünki onun qırmızı və yumuşaq, sonra taktini aldı. Y variantı. Yumuşaq olduğunu müəyyənləşdiririksə taktidir. Bəli, gözümüzlə də görürüksə, bu da vizualdır. Bəs nə zaman qoxu informasiyası alardı? O zaman elə bir ki, almadan qoxu gələrsə. Və yaxud da kəssəydi, o zaman onun qoxusu çıxardı. Yaxşı. İkinci suala bax, gör tapa bilərsən. İnformasiyanın növləri D variantı olacaq da, səs, görmə, taktil, dad, qoxu. Doğrudur. 8-ci suala bax. Doğru ifadə müəyyən et. İnformasiyanın anlaşılan dildən təqdim olunursa, deməli aktual informasiyadır. Aktuala nə demişdik? Bu düz deyil axı. Ay, sağ ol. Aktuala çünki demişik ki, cari zamana uyğun olan informasiyadır. Anlaşılan dildə də təqdim edilirsə, o zaman bu anlaşıqlıq xassəsini bildirməlidir. Ona görə yanlışdır. B bəndinə bax. B-də də obyektiv yox, subyektiv öz fikirdir də. Düzgündür. C-yə bax. Bu səhvdir deyəsən. Məncə səhv. Ay, sağ ol. Deyəsən, yəqin, çox güman ki, ifadələriniz vardısa, bu anlaşıqlı deyil. Yəni, bu niyə anlaşıqlı olsun ki? Dəqiq deyil də, yəni konkret bir məlumatı biz ona verə bilmirik. D bəndinə bax. Bu ehtimallı informasiya götürə bilmək. Hər hansı bir şəxsin Instagram səhifəsində verilir. Aha. Y bəndinə də bax. Deyil. Bu etibarlı da bu düz variant budur. Ay, sağ ol. Düzgündür. Çünki rəsmi mənbədən biz məlumatı əldə edə biliriksə, bu informasiyanın etibarlı olmasını bildirir. 9-cu suala da bax. İkinci B bənd. A2-yə gedəcək. Adekvatlıq A variantı. Aha. Yox, hamı tərəfindən qəbul edilən doğru yox. Obyektivə gedir B variantı. Düzgündür. Dörd informasiyanın tərzanlığı göstərir. Aktuallığa gedir. Əla. Yaxşı.
Fərqli bir sual da verim sənə. 6-cı suala bax. Wrong for görüşmek. Hani grafiksə D variantıdır. 2D'dir. Mətin isə qəzetdə yazılan məlumat. 1B, 2D, 3 grafik olmamış. Qarmon ifadə eləməkdir. 3 də D olacaq. Düzgündür, amma 2-yə bir dənə variant da əlavə edə bilərsən. Sıxım deyirsən ona görə Y variantı oldu 2-yə. Ay sağ ol. Metro daxilində hər hansı bir sıxım verilibsə, bu qrafik informasiyanın əsas göstəricisidir. Yaxşı. 3-cü suala bax. Verilmiş variantlar, hansı informasiya C variantı olacaq. Elan edirsən, məlumatı ötürürsən. Bu ötürülmədir. A bəndə niyə olmaz? D variantı. A bəndə deyir şahmatçılar gedin aslında. Bax. Bu toplanması olur da variant. Ay sağ ol. B-də deyir ki, müəllim şagirdə ev tapşırığını söyləyir ki, bu tapşırıqları yerinə yetirərsən. Deməli, o informasiyanı ötürür. Aha. Hər hansı bir hidrometeoroloji stansiyadan da məlumat verilir ki, sabah havanın temperaturu bu dərəcədə, 5 dərəcə olacaq. O da məlumatı ötürülmüş olur. Bu 3 variantı çıxdıq. D variantına bax. D variantı qəbul edilməsi olacaq. Ay sağ ol, D bəndi də gedir. E bəndinə bax indi. Sən bir qərar verirsən. Ay sağ ol, qərar verirsən. Mən sabah çətir götürüm, götürməyim. Emal edirsən, yəni çıxdaş edirsən, mən bunu götürüm, götürməyim. Qərar verim, verməyim. Yəni bu artıq informasiyanın emalıdır. Nəyinsə üzərində çeşidirsənsə, dəyişiklik eləmək istəyirsənsə, bu artıq informasiyanın emalına getmiş olur. Yaxşı. Muxtar profilindən girən adını yenə unutdum. Adını da de. Röya müəllimə. Hə, Röya. Röya, yaxşı. Səndən baxaq. Neçənci suala, məsələn. Gəl fərqli bir suala baxaq. 19-cu sualı görə bilirsən? Bəli müəllimə. Aha, 19-cu suala bax. Səncə bunu necə ala bilərlər? Giriş hissəsinə verilən rəqəm var. Bax, 112-dən çıxışda 8 alınıbdır. 112-dən 8-i necə almaq olar səncə? 8-i Ona 112 kimi yox, 1, 1, 2 kimi bax. Yəni tək-tək rəqəmlər olaraq düşün. 1 rəqəmi verilib, 1, 1, 2 rəqəmi verilib. Mən 1, 1, 2-dən 8-i necə düzəldə bilərəm? Bunu başqa həll edə bilən olsa, deyər. Çox qəşəng sual. Ya kvadrata qaldırın, gör, bax, məsələn, toplaya bilərsən, çıxa bilərsən, kvadrata qaldıra bilərsən, bölə bilərsən. Bax, gör, bu rəqəmlərlə nə etmək olar?
düşmüşdü müəllimə 8. 2-ni olacaqsa gəlsin. Neyniyərəm? 4 vurulsun 2 kimi ola bilər Ay müəllimə. sağ ol. 4 vurulsun 2. 4'ü necə aldın? Rəqəmləri toplayarsan. 1 üstə gələk 1 üstə gələnsin 2. Bura eləyər 4. 4'ü də vurarıq 2'yə. Cavabı alarıq 8. İndi yaxşı. Burada ödədi. Gəl ikincidə bax gör bu qaydan ödəyir. 503'dən 8 ödəyəcək müəllim. 8 vurulsun 2, sonra 4 vurulsun 2, sonra 9 vurulsun 2 olacaq. ay sağ ol. O bir sırf diye. Düzgündür. Tamamilə düzgündür. 9 vurulsun 2, 18 olaraq tapmış oluruq. Yaxşı, 11-ci suala səndən baxaq. 11-ci sualı bax gör. Həll edib dəsən. En bahası müəllimim ananas olacaq. Ona görə en bahası ananas olduğuna görə 2. Deyir ki, birinci ən bahalı meyvən hansıdır? Ananas. Bəs ikinci ən bahalı meyvən hansıdır? Ananasdan sonra gələn. Banan en Ay sağ banan ol. ilə heyvanı dedikləri çəmkici. Bir olacaq. Ananası- Banan ilə heyvanı dedikləri fərqi 1 olacaq. Deyir ki, ananasın qiyməti də heyvanın qiymətinin fərqini tapın. Ananasın qiyməti neçədir? 2 təşkil. Yəni 2 olacaq fərqi. O birisi isə Ananas Zaten 5'dir, heyvanın da qiyməti 3'dür. 5'dən 3'ünü çıxsan 2 olaraq tapdın, düzgündür. Yaxşı. Bir də baxasan, nardan baha olan meyvənin sayını. D variantı olacaq müəllimə. Qəşə fikirləş. Ancaq mən birinci sualda cavab en baha mən çalışdım. Banan 2, burada 2. Banan 2. Banan 2, bir də nardan baha olan meyvənin sayını istəyir. Narın qiymətincə tapaq, 1-dən yuxarıdır. Düzdür, 2-dən biraz da aşağıdır. Yəni 2-yə yaxındır. D variantı müəllimə. Düzgündür. Nardan qiyməti yuxarı olan meyvələrimiz armuddur, heyvadır, banandır, ananasdır. 4 dənə meyvə olduğuna görə 2 və 4 düzgün cavab yebəndə olar. Yaxşı, baxaq başqa bir suala. Aha, 16-cı suala bax. 16-cı sualda aktual konuşul faydalı. Faydalılık yox idi bence bildiyim kadarıyla hadisələrində. Əslində vardı, burada adı qeyd olunmuyor, amma informasiya xəstələrinə o da aiddir. Düzgündür. Faydalılıq odur ki, bax, məsələn, mən sizə indi tutaq ki, bu boyda məlumat verdim də. Bu verdiyim məlumatlar sizin üçün faydalılıdırmı, əhəmiyyətli məlumatlardırmı? Bəli. Bunlar informasiyanın faydalılığını bildirir. Yəni, sənə aldığın məlumatlar nə dərəcədə faydalıdır, önəmlidir, əhəmiyyətlidir, onu bildirir. B-yə bax. Kitap jurnal dərsliyi. Bir səhv olacaq. Çünki qəbul edici hər hansı bir insan ola bilər. İnformasiyanı qəbul etdiyi kimi. Yaxşı. O biri variantlardakı yoxlayaq. C bəndinə bax. Düzgündür, yoxsa yox? Üçü də düzgün olacaq. Aha. Proseslər emaldır, qəbuldur, saxlanmadır, ötürülmədir, toplanması hamısı düzgündür. Yerdə də təqdim edilmə formaları mətin, ədədi, qrafik formadır ki, bunlar da düzgündür. Yaxşı, baxaq başqa bir suala. Məsələn, 3-cü suala bax. Video informasiyayı, ikiyə baxdım, yazılıb. Əlamatlar hansı? Metin informasiyaya aid olacaq. Aysa. Çünki orada sırf simvollar əsasında hər hansı bir mətn yazılmış olacaqdır. Tamamilə doğrudur. Yaxşı, Xədicə sən bax. Birinci suala.
Birinci suala bax. Məktəbin kitabxanasına yeni tədris üçün kitablar verirsən, informatik qəbul edildi. Müəllim Azərbaycan dili həm riyaziyyat informatika. İlk öncə informatikaya baxacağıq. İnformatika 150 ola bilər, 100 ilə 200-ün arasındadır çünki. Ay sağ ol. Riyaziyyat 200 olacaq. Bir də Azərbaycan dilini götürəcək. Azərbaycan dilində 250 götürəcək. Bunları da toplayanda eləyəcək 600 səhv eləmirəmsə. A variantı. Yaxşı, bax, növbəti bir sual verim. Məsələn, 10-cu suala bax. Cədvəl fraqmentinə əsasən mülahizələrin doğru olduğu variantı seçin. Gündüzün maaşı, ilk öncə gündüzün maaşına buradan baxacağıq. 2500 manat. Əlidən az maaş alanların sayı, deməli, əlidən az maaş alanların sayı 1, 2, 3 dənə nəfərdir ki, əlidən az maaş alır. Etajdan çox rayildən az maaş alanların sayı da 1, 2, 3. Bu da 3 nəfər isə eləmirəmsə. C variantı olacaq. Mənim düzgün cavab. Yaxşı, tamam, baxaq. 5-ci suala. Verilmiş variantlardan hansı informasiya ötürülməsinin mərhələsinə aiddir? Şahmatçının rəqibin daşlarının vəziyyətinə baxması, müəllimin şagirdlərinin ev tapşırığını yoxlaması, hidrometeorologiya stansiyasının Mənim C variantı olacaq. Çünki temperaturu elan etməsi də ötürür məlumatlar orada. Doğrudur. Yaxşı, bir dənə də son sual verim. 26-cı suala bax. Mülahizələrin hansıları doğrudur? İnformasiyanın saxlanması. Bir düzgün olar, yoxsa yox. Bax, deyir ki, informasiyanın saxlanmaqda ilə istifadə olunur. Lüğətdən istifadə edərək məqaləni tərcümə edirsən. Bu informasiyanın... Bu emal. Ay sağ ol. Bu emaldır. Biri cavablardan çıxdıq. İkinciyə bax. İnformasiyanın qəbul edilməsi, qar yağdığını görmək. Burada adətən əslində bu düz ola bilər. İnformasiyanın Aha, 2 düzgündür. Yaxşı, 3-ə bax. düzdür. Etibarlı informasiya prezidentin Twitter'dəki paylaşımı. Aha. Sonra 4-ə bax. Aktual informasiya hadisənin olduğu kimi təsviri, informasiyanın emal xəstəyə diaqnozun qoyulması, informasiyanın şəkildəki iCloud-da. Mənim 6 düzdür bunlardan. 5 də məncə düz olar. Xəstəyə diaqnozun qoyulması üçün, bəli. 2, 3, 5, 6. 4 niyə səhvdir? Hadisənin olduğu kimi təsvir eləmək aktual deyil. Bu düzgün olmaz. Yaxşı.